Bismillahirrahmanirrahim. Ötən videomuzda təqvalı insanların yalnız bir xüsusiyyətini qeyd etmişdik. Bu videomuzda ikisini qeyd edəcəyik. Allah-u Teala ilə ünsiyyət. Haqqında danışılan ayənin ikinci cümləsi təqvalı insanların başqa bir xüsusiyyətinin namaz qılmaq olduğunu bildirir. Allah-u Teala ilə ünsiyyət sayılan namaz, qeyb aləminə inanan təqvalı insanları yaradılışın mənbəyi ilə daim əlaqədə saxlayır. Onlar yalnız Allah qarşısında baş əyir, yalnız ona təslim olurlar. Buna görə də bütlərin, istismarçıların, hegemonların qarşısında əyilmək onlara yaddır. Belə insanlar mənəvi cəhətdən bütün məxluqatdan daha yuxarı qalxdığını hiss edib, Allah-u Teala ilə ünsiyyət qurmaq şərəfinə layiq olurlar. Bu, onların yetişdirilməsində önəmli rol oynayır. Belə ki, gün ərzində ən azı 10 dəfə Allahın huzurunda dayanıb, onunla razı niyaz edən şəxsin düşüncəsi də, danışığı da, əməli də Allaha xas olur. Belə bir insan, təbii ki, Allah-u Teala ilə səmimi qəlbdən razı niyaz etdiyi halda, necə onun istəyinə qarşı çıxa bilər? İnsanlarla ünsiyyət. Sözü gedən ayənin 3-cü cümləsi təqvalı insanların Allah-u Teala ilə daim ünsiyyətlə yanaşı, bəndələrlə də mütəmadi olaraq əlaqə qurduğunu açıqlayır. Buna görə də Quran onların 3-cü xüsusiyyəti barədə belə buyurur. Onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən Allah yolunda sərf edirlər. Diqqət çəkən məqamlardan biri də məhz budur. Quran buyurmur ki, onlar öz mallarından infaq edirlər. Buyurur ki, onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən infaq edirlər. Nemətlərin bu cür ümumiləşdirilməsi həm maddi, həm də mənəvi nemətlərə şamil olur. Bu nöqteyi nəzərdən təqvalı insanlar o şəxslərdir ki, təkcə mal dövlətləri ilə deyil, eyni zamanda elm, ağıl, fiziki güc, ictimai mövqeləri ilə də başqalarına fayda verirlər. Özü də bu işlərinə görə heç kimdən heç nə ummurlar. İnfaq etmək yaradılış aləmində, xüsusilə də hər bir canlının bədənində ümumi bir qanundur. İnsanın ürəyi təkcə özü üçün döyünmür. Özündə olandan bədənin bütün hüceyrələrinə paylayır. Eləcə də beyin, ağciyər və digər üzvlər də öz funksiyasından başqa orqanlara infaq edir. Ümumiyyətlə, kollektiv yaşayışda infaqsız həyat mümkün deyil. İnfaq haqqında ətraflı məlumatı Bəqərə surəsinin 261-274-cü ayələrinin təfsirində verəcəyik. İnsanlarla ünsiyyət Allah-u Teala ilə ünsiyyətin nəticəsidir. Allah-u Teala ilə ünsiyyət qurmuş və onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən Allah yolunda sərf edirlər. Cümləsinin tələbinə uyğun olaraq, bütün nemətlərin Allah tərəfindən ona verildiyini bilən insan yaxşı başa düşür ki, Allah-u Teala bu nemətləri müvəqqəti olaraq ona əmanət vermişdi. Belə düşüncəyə malik insan həm nemətlərdən başqalarına da sərf etməkdən nəinki narahat olmur, əksinə sevinir. Çünki Allahın nemətlərini onun öz bəndələrinə verməklə bu işin maddi və mənəvi nəticələrini əldə edir. Bu düşüncə tərzi insanın ruhunu xəstəlik və paxıllıqdan təmizləyir, ona həmkarlıq duyğusunu aşılayır. Belə olan halda çalışır ki, Allahın verdiyi nemətlərdən ehtiyacı olanlara sərf etsin. Necə ki, günəş heç də ummadan öz işığından hamıya pay verir. Maralıdır ki, İmam Sadiq əleyhissalamın hədislərindən birində onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən Allah yolunda sərf edirlər cümləsini belə izah etmişdi. Bunun mənası odur ki, onlara öyrətdiyimiz elmləri başqalarına öyrətməklə onu yayırlar. Biharul Envar, cild 93, səhifə 4. Bu hədisin mənası o demək deyil ki, infaq təkcə elmə aiddir. Sadəcə olaraq infaq deyilərkən insanlar əsasən maddi yardımları başa düşdüyündən İmam Sadiq əleyhissalam bu hədisdə mənəvi infaqı da qeyd etməklə onu daha geniş məna kəsb etdiyini nəzərə çatdırmışdı. Yeri gəlmişkən onu da qeyd edək ki, sözü gedən ayədə infaq təkcə vacib və ya həm vacib, həm də müstəhəb zəkata şamil olunmur. Ümumiyyətlə heç bir qarşılıq ummadan edilən bütün infaqlar buna aiddir. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.